Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Xoş gördük əziz Azərbaycan ədəbiyyat həvəskarları. Mən Azərbaycan ədəbiyyat müəllimi Qabil Əsgərov bu günlərdə Dövlət İmtahan Mərkəzinin dərs proqramında olan bəzi mövzuların izahını verməyə çalışacağam. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs müəyyən qədər də olsa faydasını görmüş olacaq. Bu gün izah edəcəyim mövzu əsas nitq hissələri içərisində bizim sonuncu tədris etdiyimiz zərf mövzusu olacaq. Ümumiyyətlə, biz əvvəlki dərslərimizdə əsas nitq hissələrindən isim, sifət, say, əvəzlik, feil haqqında kifayət qədər məlumat vermişik. İsim əşyanın adını bildirir, sifət əşyanın əlamət və keyfiyyətini bildirir, say əşyanın miqdarını və sırasını bildirir, əvəzlik əvəz elədiyi nitq hissəsinin xüsusiyyətini daşıyan əsas bir nitq hissəmizdir, feil əşyanın hərəkətini bildirən əsas nitq hissəmizdir. Əsas nitq hissələri içərisində bizim sonuncu tədris etdiyimiz zərf isə hərəkətlə bağlı olan hökmü müxtəlif cəhətdən izah edən əsas nitq hissəmizdir. Demək, feil əşyanın hərəkətini bildirirsə, zərf hərəkətlə bağlı olan hökmü müxtəlif cəhətdən izah edən əsas nitq hissəmizdir. Demək, zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəmizdir. Əksər hallarda bəzi abituriyentlər zərflə zərfliyi qarışdırır. Bizim indi tədris etdiyimiz əsas nitq hissəmiz zərf mövzusudur. Zərfin yalnızca 4 növü var. Yəni, biz indi hal-hazırda bizim danışdığımız nitq hissəsi olan zərf. Bir də var zərflik. Zərflik cümlə, yəni mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Bu zərfliyin yalnızca 6 növü var. Yenə də deyirəm, bizim hal-hazırda tədris etdiyimiz əsas nitq hissəmizin, belə nitq hissələri içərisində sonuncu tədris etdiyimiz zərf mövzusudur. Demək, zərf hərəkətlə bağlı olan hökmü müxtəlif cəhətdən izah edən əsas nitq hissəmizdir. Zərflə bir də qeyd edirəm, hərəkətin tərzini, zamanını, yerini, bir də nə olacaq, miqdarını bildirir. Zərflər adətən təsriflənən feillərə aid olur. Tutaq ki, biz deyirik ki, maşın sürətlə gedir. Necə gedir? Sürətlə gedir. Demək, burada sürətlə sözü nədir? Tərz hərəkət zərfidir. Ümumiyyətlə, burada zərfdir. Zərf adətən nəyə aid olur? Təsriflənən feillərə aid olur. Zərf əksər hallarda təsriflənən feillərə aid olur. İndi bəzən abituriyentlər soruşur ki, mənim təsriflənən feillər nədir, təsriflənməyən feillər nədir? Yəni, bu haqda məlumatı olmayan şagirdlərə qeyd eləmək istəyirəm ki, baxın, məsdər feili sifət feili bağlıdır. Yəni, bu mövzular təsriflənməyən formalardır. Bunlardan başqa yerdə qalan bütün digər feillər təsriflənən feillərdir. Demək, zərflər əksər hallarda təsriflənən feillərə aid olur. Bundan başqa zərflər təsriflənməyən feillərə də aid ola bilər. Tutaq ki, biz deyirik ki, yaxşı oxumaq. Zərf nəyə aid oldu? Məsdərə aid oldu. Tutaq ki, deyirik ki, yaxşı oxuyan. Zərf nəyə aid oldu? Feili sifətə aid oldu. Yaxşı oxuyanda. Zərf nəyə aid oldu? Feili bağlamaya aid oldu. Demək, zərf təsriflənməyən formalara da aid ola bilər. Hətta zərf digər nitq hissələrə də aid ola bilər. Tutaq ki, dünən biz belə deyək ki, yarışmada irəlidə idik. Zərf hətta zərfin özünə aid ola bilər. Və yaxud da dünən komandalar içərisində birinci yer tutanda biz idik. Yəni, burada zərf nəyə aid ola bilər? Əvəzliyə də aid ola bilər. Belə deyək də, zərf əksər hallarda təsriflənən feillərə aid olur. Təsriflənməyən feillərə də aid ola bilir. Yəni, digər əsas nitq hissələrində də aid ola bilir. Hətta zərf zərfin özünə də aid ola bilir. Zərflər quruluşda 3 tür olur. Sadə zərflər, düzəltmə zərflər, mürəkkəb zərflər. Sadə zərflər nədir? Bir kökdən ibarət olan zərflər sadə zərflərdir. Burada əksər suallar var, belə deyək ki, əksər suallarda qarşımıza çıxır, sırağa günlü, iniş ili. Bunlar quruluşda sadə olan zərflərdir. Düzəltmə zərflər də bəlli bir şəkilçilərin köməyi ilə düzəltmə zərflər yaratmış olur. Yəni, digər əsas nitq hissələrində əzbərlədiyimiz kimi, burada da ca, casına, cəsnə, yanə, anə, açı, ən, la və s. Yəni, bu şəkilçilər də düzəltmə zərfi yaranmasına iştirak edir. Tutaq ki, filan kəs yavaşca danışdı. Tutaq ki, bu şəkilçilər İstənilən sözü artırdı, özündən sonra feil gəldi, bunlar düzəltmə zərfi yaranmasına iştirak edədir.
Daha sonra mürəkkəb sərflərdə digər əsas nitq hissələri kimi 2 və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə yaranan sərflər mürəkkəb sərflərdir. Bunlar da fərqli sözlər isə bitişik yazılır, yerdə qalan digər hallarda defisdə yazılır. Mürəkkəb zərflərin digər mürəkkəb, misal üçün isim, sifət, sayn, əvəzli, feil, bunlardan bir dənə başqa əsas fərqi də ondan ibarətdir ki, mürəkkəb zərflərdə hər ikisi belə deyək ki, ayrılıqda məna kəsb edəməyən sözlərin birləşməsi ilə yaranan sözlər də ola bilər. Tutaq ki, digər nitq hissələrdə kağız, kağız. Düzdürmü? Bunlardan mürəkkəb sözlərdən tərəflərdən biri ayrılıqda işləmir, digəri ayrılıqda işləmir. Mürəkkəb zərflərdə isə belə deyək ki, mürəkkəb zərflərdə, yəni digər mürəkkəb nitq hissələrdən fərqi ondan ibarətdir ki, bir dənə əsas sözlər fərqi də var ki, mürəkkəb zərflərdə hər ikisi ayrılıqda məna kəsb edəməyən sözlərin birləşməsi ilə yarana biləcək mürəkkəb zərflər də ola bilər. Dizin, dizin, için, oğrun. Yəni, bunlar da nədir? Mürəkkəb zərfin yaranmasına iştirak edir. Bundan başqa, bab içilisinin köməyi ilə də mürəkkəb zərflər yarana bilir. Ha, a, isim yaradır. Ba, tutaq ki, cürbəcür güllər. Burada sifət yaradır. Taybatay açılmışdır. Bu halda da nədir? Özündən sonra feil gəlirsə, bu halda nə olacaq? Zərf olacaq. Zərfin mənası 4 növdür. Tərz hərəkət zərfi, zaman zərfi, yer zərfi, bir də nə olacaq? Miqdar zərfi və ya da kəmiyyət zərfi. Demək, zərflərin mənası növlərindən danışarkən, birinci biz dedik ki, tərz hərəkət zərfi, tərzli hərəkət zərfi, iş və hərəkətin icrasını tərzini bilir. Tutaq ki, necə, nə cür, hansı tərzli sualına cavab verir və qeyd elədiyimiz maşın sürətlə gedir. Necə gedir? Sürətlə gedir. Demək, burada necə, nə cür, hansı tərzli sualına cavab verirsə, özündən sonra feil gəlirsə, feili bağlama şəkilçiləri yoxdursa, bu halda nədir? Tərz hərəkət zərfidir. İş və hərəkətin icrasını tərzini bilir. Bəzən olacaq ki, keyfiyyət anlayışı bildirən sözlərimiz də var. Yaxşı oxumaq, pis oxumaq, yaxşı danışmaq, pis danışmaq. Yəni, bunlar keyfiyyət anlayışı bildirənlər də tərz hərəkət zərfinə aid olur. Tərz hərəkət zərflər demək olar ki, əksər hallarda təsvirlənən feillərdən əvvəl gəlir. Sonra zərfin mənası növlərindən zaman zərfi, iş və hərəkətin icrasının zamanını bildirir, cümlənin əvvəlində də gəlir. Dünən, bugün, nə bilim, sıralar gün, demək, zaman zərfi nə zaman, nə vaxt açılan sualından birinə cavab verir. Tutaq ki, dünən o bizə buralar gəlmişdir. Nə zaman? Dünən. Demək, bu da oldu nədir? Zaman zərfidir. Zərfin mənası 3-cü növü oldu yeri zərfi, iş və hərəkətin icra olduğu yeri bildirir. Haraya, harada, haradan sualına cavab verir. İləri, içəri, geri, sağa, sola. Bunlar nə olacaq? Belə deyim ki, yer zərfi olacaq. Bəzən yer zərfində, tutaq ki, zərflik tam başqa mövzudur, zərf tam başqa mövzudur. Məsəl üçün, Bakıya, Şəkiyə, Gəncəyə, bu tipli sözlərlə irəliyə, geriyə, sağa, sola bunları qarışdırırlar əksər şagirdlər. Belə halda sözün başlanğıc formasına baxır. Sözün başlanğıc forması irəliyə, geriyə, sağa, sola bu haldadırsa, biz burada zərf deyəcək. Cümlə üzrə görə də zərfli götürürlər əksər hallarda. Ancaq başlanğıc forması isimdirsə, biz bunu nə edəcək? İsma eləmiş olacaq. Bunu da zərf və digər nitq hissələri içərisində, digər nitq hissələrinin ortaq olan sözlərdə danışılıb, vaxtda mən sizə məlumat verəcəm. Demək, zərfin 4-cü növü, mənası növü, miqdar və yaxud da nədir? Kəmiyyət zərfi. Heç bir fərq yoxdur. Hansını istəsiniz deyə bilərik. Hərəkətlə bağlı olub, hərəkətin miqdarını və yaxud da kəmiyyətini bilir. Çox oxumaq, az oxumaq, çox danışmaq. Bu da nə oldu? Zərfin mənasının 4-cü növünə aid oldu. Nə qədər sualına cavab verəcək. Zərfin, belə deyək ki, mənasının növləri haqqında bu qədər məlumat versəkməyə elə gəlir ki, bəhs edək. Əsas bizim, belə deyək ki, imtahanlarda qarşımıza çıxan zərf və digər nitq hissələrlə ortaq olan sözlərdir. Bunlar haqqında da mən sizə qısa məlumat verim. Tutaq ki, gecə, gündüz, axşam bu tipli sözlər var ki, həm zərf olur, həm də ism olur. Yəni, bunun misal üçün biz necə seçirik? Gecədir, gündüzdür və s. Bu suallara görə biz bunu tapmış oluruq. Tutaq ki, deyirəm ki, filan kəs, gecəni gündüzə qatmaq. Nəyi nəyə qatmaq? Bu halda
isim olacaq. Deyirəm ki, gecə o bizə gəlmişdir. Nə zaman gecə? Burada da olacaq nədir? Zaman zərfi olacaq. Bundan başqa, tutaq ki, misal üçün deyək ki, zərf və digər nitq hissənin ortaq olan sözlərdən, tutaq ki, yaxşı sözü, yaxşı, pis bu sözlər. Tutaq deyirəm ki, yaxşı insan və yaxud da yaxşı danışdı. Əgər özündən sonra feil gəlirsə, misal üçün deyirik ki, yaxşı insan, birinə də deyirəm ki, yaxşı danışdı. Özündən sonra feil gəlirsə, burada zərfdir. Əgər özündən sonra feil gəlmirsə, bu halda nədir? Sifət. Zərf və digər nitq hissələrinin ortaq olan sözlərimizdən deyək ki, tutaq ki, çox sözü. Çox sözü, deyirəm ki, çox insan burada olacaq, sayılacaq. Çox danışdı, özündən sonra feil gəlirsə, tutaq ki, çox insan. Burada çox sözü sayıldı, çox danışdı, özündən sonra feil gəldiyi üçün burada çox sözün olduğu zərf oldu. Əvvəl sözü, tutaq ki, deyirəm ki, məndən əvvəl gəlmişdir. Tutaq ki, məndən əvvəl. Burada əvvəl söz, özündən əvvəl damdan varsa, bu halda nədir? Qoşmadır. Özündən əvvəl damdan ilə bağlı bir şey yoxdursa, əvvəl o bizə gələrdi. Nə zaman? Əvvəl. Bu halda nə olacaq? Zaman zərfi olacaq. Bir də zərfdən belə deyək ki, misal üçün deyirəm ki, filankəs irəliyə getdi, irəliyə getdi. Düzdürmü? Deyirəm ki, Bakıya getdi. Bunlar bir-birindən fərqlənir. Necə fərqlənir? Tutaq ki, burada Bakı sözü isimdir, hal şəkilsi qəbul elədi, yönlük hal şəkilsi qəbul elədi, Bakı ilə. Demək, bu nitq hissəsi baxımına görə isimdir. Cümlə üzrə görə nədir? Yer zərflidir. İrəliyə, içəriyə, geriyə, sağa, sola bu nitq hissəsi baxımına görə zərfdir. Yəni belə deyək ki, yer zərfidir. Cümlə üzrə görə də nədir? Yer zərflidir. Yəni, bununla bunu fərqləndirməkdən ötürü. Yəni, bu nitq hissəsinə görə isimdir, cümlə üzrə görə yer zərfidir. Ancaq bu nədir? Yer zərfidir. Nitq hissəsi baxımına görə yəni zərfdir, cümlə üzrə görə nə oldu? Yer zərfliyi olacaq. Bir də deyim, əksər yenə deyirəm, şagirdlər bunu çaşdırır. Bakıya sözü nitq hissəsi baxımına görə isimdir, cümlə üzrə görə yer zərfliyidir. İrəliyə sözü nitq hissəsi baxımına görə zərfdir, yəni yer zərfidir. Cümlə üzrə görə nədir? Yer zərfliyidir. Bir də əsas nəyi yadımıza saxlayaq? Zərf cümlə üzrə görə nə olur? Zərf adətən belə deyək ki, biri var, tutaq ki, biz ismi danışanda isim cümlə üzrə görə nə olur? İsim bütün cümlə üzrələri əsasında iştirak edir. Əsasən nə olur? Mübtəda, tamamlıq, xəbər. Zərf də yenə eyni qaydadır. Bizdən soruşulsa ki, zərf cümlə üzrə görə nə olur? Zərf bütün cümlə üzrələri əsasında iştirak edə bilir. Amma zərf adətən əsasən nə olur? Əsasən olanda zərf əsasən zərf yox.